Sabirabad rayonu Şəhid İbrahim Məmmədov adına Azada kənd orta məktəbində acınacaqlı vəziyyət müşahidə olunur. Məlumatlara görə məktəbin içərisindəki sinif otaqlarından tutmuş, koridor və ümumi hər bir ərazi antisanitar vəziyyətdədir. Məktəbdə şagirdlərin dərs keçməsi üçün heç bir uyğun şəraitin olmadığı və onların həyat və sağlamlığının təhlükə altında olduğu bildirilir. Məktəbin istər çöl, istərsə də içərisinin vəziyyəti çox acınacaqlı və təhlükəli olduğu görünür. Qırıq qapılar, sinif pəncərələri və köhnəlmiş, istifadəyə yararsız məktəb şagirdlərinin istifadəsindədir. Azərbaycan Elm və Təhsil Nazirliyindən bu məsələyə dərhal müdaxilə edilməsi və gələcəyimiz olan uşaqların yüksək keyfiyyətli təhsil alması üçün tədbirlərin görülməsi zəruridir. Mirsahib Rahiloğlu, Muğan TV, Sabirabad.